Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün yel çərşənbəsidir və mən bu münasibətlə bütün xalqımı təbrik edirəm. Qoy bu çərşənbələr və qarşıda gələn Novruz bayramı bizlərə bol ruzi, bərəkət, can sağlığı və ən əsas olan sülh və əminamanlıq gətirsin. Bugün isə süfrələrimizin yaraşığı olan plov növlərindən olan çox ləzzətli bildirçin plovu hazırlayıram. Buyurun gəlin, birlikdə hazırlayaq. İlk olarak bildirçinlərimizi yaxşıca yuyub təmizlədikdən sonra onları qazana yığıb üzərini çıxana qədər su əlavə edib bir xörək qaşığı da duz əlavə edirik və 5-10 dəqiqəlik pörtülməyə qoyuruq. Ləvəngi üçün qırmızı və ağ soğanı rəndədən keçirib üzərinə acı suyu çıxması üçün su və bir xörək qaşığı duz əlavə edib 5-10 dəqiqə kənarda saxlayırıq. Bildirçinlər 5-10 dəqiqə pörtüldükdən sonra onları qazandan çıxarıb kənarda gözlədirik. Suda gözlətdiyimiz soğanı bir torbaya əlavə edərək acı suyunu çıxarırıq. Sıxılmış soğanların üzərinə 250 qram qovrulmuş rəndələnmiş qozu, 2-3 xörək qaşığı uruğu və duz, istiot əlavə edib yaxşıca qarışdırırıq. Bildirçinlərin üzərinə duz, istiot, sarıkök əlavə etdikdən sonra içlərini ləvəngi ilə doldururuq. Plovumuzu dəmləmədən öncə düyünü 2 saat suda saxlayırıq. Qaynayan suya duz əlavə etdikdən sonra düyünü süzüb qaynar suya tökürük.
Düyü bişənə qədər kənarda qazmaq hazırlayaq. Qazmaq üçün bizə 1 yumurta, 2-3 xörək qaşığı qatıq, 1 xörək qaşığı un, duz lazım olacaq. Düyü bişdikdən sonra onu yaxşıca süzüb üzərinə sarıkök əlavə edirik. Qazmağa həmçinin yarım çay qaşığı sarıkök və biraz bişmiş düyüdən də əlavə edirik. Qazanımıza kərə yağı əlavə edib qızdırdıqdan sonra üzərinə qazmağı əlavə edirik. Qazmağın üzərinə düyü, bildirçin və bolluca yağ əlavə edərək plovumuzu vam odda 1 saat dəmlənməyə qoyuruq. Beləliklə bildirçinli plovumuz hazırdır. İnşallah siz də hazırlayıb nuş edərsiniz. Süfrələriniz bol, eviniz ruzu bərəkətli olsun. Növbəti videoda görüşərik.